Salam dostlar, hoş gördük hər birinizi. Temu'dan yine böyle bir paketim geldi. Görək bunun içinde ne var. Bacım kızına biraz sifarişler eləmişdim. Yanında da mənə hediye gelmiş olmalıdır. Hem ona hem bana 6 tane hediye seçim eləmişdim. Bu dəfə elə bir şans vermişdi ki, mən 70 layihəni alsam 6 tane hediye verirdi. Şimdi açaq baxaq. Bir, görək neçə dənədir. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bunu başa düşmədim. Bu neydi? 14. Bu kadar. Şimdi dostlar bunlara bir bakıyoruz. Görək hansın nədir? Əvvəl aldıklarımızdan başlayaq. Çoxunu da göstərməyəcəm ama bunlar bacım qızına ait olan şeylərdir. Makyaj ləvazimatları, nə bilim, qol bağıdır, saç tutandır, şapkadır, qoftadır. Bunları geri paketine giriyoruz. Bunlar bizlik deyil. Geride kalanlarına baxaq biz. Əsas mənim yoxlamaq istədiyim bu ikisidir. Qiymətlərini də videoya əlavə edəcəm. Hansının qiyməti nədirsə bu bundan bəlkə özümə də sifariş elədim. Qulaq burun tükləri təmizləyən elə bir şey alət olmalıdır. Bəli. İçindən bir dənə zaryadka şnuru çıxdı. Bir tərəfi USB, bir tərəfi köhnə naşnik deyirəm, köhnə Nokia telefonlarının zaryadka uyduğu kimi kağızı çıxır, belə bir şotkusu çıxır balaca. Belə bir başlığı çıxdı uyduğunu dəyişməyə. Qızlardan ötürü tam da belə bir parıltılı, zərli. Yəqin ki buradan bu belə çıxır ha qapağı. Çəkəndə biraz sərt çəkəndə çıxır. Burada düyməsi var. İrəli tələyəndə səsinə baxın. Bu da bunun başlığıdır. Bu nətər? Nətər dəyişirliyi bunun başlığı? Kitabında göstərilməyib. Çəkəndə də çıxırmış. Azıcık belə durub çəkmək lazımdır. Beləcə başlığını dəyişə bilərik. Bu da geri burnun içine. Neyse geri yağaq. Neyse hoşuma geldi. Bundan
Bir dəfədə də özümə sifariş elədim bəlkə. Bunu yığırıq geri yerinə. Səhv eləmirəmsə 11 lar olmalıdır bunun qiymətini deyə yadıma düşdü. Dostlar, bu da şərə çəkəndir, meyvə şərəsi çəkən 25 lar idimi nə idi, bax elə qiyməti var idi. Bunu da yoxlayacağım. Bunlar elektronik olduğuna görə bunları yoxlaya bilərəm, aça bilərəm qutusundan. Amma başqa şeyləri qurdalamayacağım. Bu formada görək içindən nə çıxır. Buradan belə bir qapaq çıxdı qara. Belə bir balaca banqa çıxdı. Bir dənə də yenə banqa çıxdı. Eyni ölçüdədirlərmi deyəsən. Yəni əlifba kitabımız gəlib. Şnuru gəlib. USB Type-C. Aparatın özüdür. Görək bu nətərdir bu. Bu arada bilmirəm, zaryadka inandı mı yoxsa... Zaryadka inanmış deyəsən. Bu belə də bir bıçağı var. Nə balaca şeydir bıçağı. 6 tərəfli. Banqasının birini qoyaq. Nə məcal şeydir bu. Balaca bir şey. Nə manyak şeymiş bu. Dostlar, bayaq niyə işləmədi bu? Yəqin ki, bu banqasını bağlayanda işləyir. Bağlamasan işləmir bu təhlükəsizliyinə görə. Bu belə olduğu yaxşıdır. Bu da həmən yenə banqası. Bu da, bunu da bildim. Meyveyi çəkəndən sonra banqasının ağzına bağlayırıq bu formada. Bağlayırıq. Ondan sonra buradan belə ağzını açırıq, süzürük stəkana. Buradan da qaytanı var da, rezin qaytanı var tutmalı. Rezin çıxa bilir də. Neysə. Manyakın balasına 25 lari səhv eləmirəmsə pul vermişik. Elə olacaq. Eyni olduğu kimi geri yığırıq. Dəftərini də yığaq. Şunurunu da. Qapağını da. Keçək o bir qutularımıza. Mən əsas bundan narahat idim ki, görüm bu nə tərşdir, bunun keyfiyyəti nədir. Meyvə qoyub özləri yoxlayarlar. Neyse. Süper şeydi. Almağına değermiş. Sonra dostlar burada o çiyindən asılan hədiyyələrdir bunlar, çiyindən asılan çanta. Makyaj ləvazimatları. Burada belə bir göl formatında bunu göstəreyim də. Saç tutanlardır 6 dənə. Bunlar bacım gəlindir, bacım qızınındır. Bunlar mənlikdir. Amma çiyindən asılan çanta mənim
Açan deyim, gözlədiyimdən çox yekə gəldi. Əvvəl elə bildim hamam dəsməli zaddır nəsə. 3 hədiyyəmiz olar idi dostlar. 3 hədiyyəmizdə, yəni 6 dənə hədiyyə gəldi. Bunlar mənə aid olan şeylərdir. Belə bir 12 volt ventilyatordur. İnqibator düzəldənlər bilər bunun nə olduğunu. Belə də şnuru var. 8 santının 8 santıya deyin uzunu. 8 belə, 8 də belə. İnqibator düzəltməkdən ötürü. Sonra belə bir paket gəlib mənə yenə hədiyyə. 4, bu 5-ci hədiyyəmiz. Belə bir qutuda. Adi kağız qutudur da, qutu dəldi. Belə bir ekranı var. İçindən də elementi oxşayan belə bir şey çıxdı. Bilmirəm bu nədir. Açıldı. Burada belə bir balaca salfanı vardı. Onu çəkdim elementin arasında. Hə dostlar, bu şeydir. Yaxından göstəreyim. Yuxarıki 19.4C yazılan temperaturdur. Aşağıki 62 yazılan da faizlə nəmlilik dərəcəsi, nəmlilik faizidir. Bu biraz dursun, özünə gəlsin, görək nə qədər ölçəcək. Bunu da inkubatordan ötürü almışdım. Üstündə belə də bir etiket gəlib. Neyse. Axırıncı hədiyyəmizdə termokontroller olmalıdır. Yəni inkubatordan ötürü. Mənə aid olan 3 hədiyyənin 3-ü də inkubatordan ötürüdür. Belə bir üstündə ekranı var. 2 dənə burada ekranın aşağısında düyməsi var. Biri yuxarı, biri aşağı baxır. 4 dənə bağlantı şnuru var. Bu qırmızı ilə qara birbaşa 220 volta bağlanır. Bu sarı ilə qara da adi 220 volt lampa bağlanır buna. İnkubatoru lampanın istiliyi ilə qızdırmağa. Bu da bunun termodaçkidir. Uzundur bunun şnuru, daçkin şnuru. Bu inkubatorun üstündə durur. Şnur içəriyə gedir. Quraşdıranda göstərəcəm bunu. Bunu nəyə görə aldım dostlar? İnkubatorun bilirsiniz də 36-38 dərəcə arasında istiliyi olmalıdır. Bunu o dərəcəyə tənzimləyirik bu düymələrlə. Yəni minimum 36, maksimum 38 eləyirik. İstilik 38 dərəcəyə çatanda, 38-i keçəndə lampayı keçirir lamşkoyu. İnkubatoru qızdıran lamşkoyu bu kontroller keçirir. 36 dərəcədən aşağı enəndə də lamşkoyu yandırır. İnkubator başlayır təzədən qızmağa. Bunu qoşanda yoxlayacağım. Mənə adapter lazım olacaq. Adapter buna lazım olacaq ventilyatora. 220'yi 12 volt eləməyə. Adapter əslən döydə var. Adapterim var. Amma bu birbaşa 220'ye qoşula bilir.
Bunu qoşub düzəldəcəm. Belə dostlar, salamat qalın. Gələn videomuzda inkubatorun düzəldilmə videosunda görüşərik.